İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubundakı quru əməliyyatının Rəfahın Əl-Cəninə bölgəsinə qədər genişləndirdiyini açıqlayıb. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Son bir neçə saat ərzində qoşunlar Qəzzanın cənubundakı təhlükəsizlik zonasını genişləndirmək üçün Rəfahın Əl-Cəninə bölgəsinə quru əməliyyatına başlayıblar. Məlumatda qeyd olunub. Qeyd edək ki, İsrail ordusu martın 20-sində Rəfah bölgəsində quru əməliyyatına başladığını elan edib. Ötən gün Rus işğalçı qüvvələri Xarkovda hərbi xəstəxana binasına hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb. İlkin məlumata görə tibb məntəqəsində müalicə alan hərbi qulluqçular arasında itkilər var. Hücumun şahid puası ilə edildiyi qeyd olunub. Türkiyə müxalifəti bölgələrdə etiraz aksiyaları elan edib. Bu barədə Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özel, Əkrəm İmamoğlu'nun müdafiəsi məqsədi ilə keçirilən mitinqdən sonra deyib. Məlumata görə, onlar hər həftə sonu 81 vilayətdən birində, hər çərşənbə isə İstanbulda aksiya keçirəcəklər. Bugün İstanbulun Maltepe meydanına 2,2 milyon insan toplaşdı. Ədaləti qorumaq üçün meydanları dolduran bütün vətəndaşlarımıza təşəkkür etmək istəyirəm. Bu yalnız bir başlanğıcdır. Bundan sonra biz hər həftə sonu bir vilayətdə, hər çərşənbə isə İstanbulun bir rayonunda aksiyalar keçirəcək, deyə o qeyd edib. Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində fəallığını qoruyaraq işğalçıların Sum və Xarkov vilayətlərinə daxil olmasının qarşısını alır. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib. Bugün Başkomandan Aleksandr Sirski ilə cəbhədəki vəziyyət, eləcə də qüvvələrimizin Rusiya ərazisində fəaliyyət göstərdiyi bölgələr barədə danışdım. Biz fəallığımızı qoruyuruq. Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sum vilayətinin Veselovka kəndinin ələ keçirildiyini elan edib. Yeni hökumət iki əsas istiqamətdə sürətlə hərəkət etməlidir. Birincisi, Azərbaycanla aparılan danışıqları müvəqqəti dayandırmalıdır. Bu, nə qədər təhlükəli və ya qəbul edilməz olsa da, mövcud gündəmdəki hər hansı bəndin ləğvi demək deyil. Əvəzində Ermənistan sakit və qətiyyətlə öz prioritetlərinin daxil edilməsində israr etməlidir. Bunu Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan deyib. O qeyd edib ki, bu yanaşma prinsipial, təmkinli və dönməz olmalıdır. Qətiyyətli, lakin təxribatçı deyil. İkincisi, Ermənistan yer üzündə dəyişən reallıqlara və qlobal güc dəyişikliyinə əsaslanaraq geosiyasi orientasiyasını aydınlaşdırmalıdır. Ermənistan reaktiv diplomatiyadan proaktiv siyasətə keçməlidir. Hakimiyyət açıq və inamlı danışmalı, müharibə qorxusundan iflic olmamalı, xaricdən diktə edilmiş hər yolları ilə razılaşmamalıdır. Milli maraqlara zidd olan xarici qüvvələr deyil, Ermənistan müəyyən etməlidir. Baxmayaraq ki, Qərbin regionda strateji məqsədləri var. Rusiyanın təsirini azaltmaq, İranı təcrid etmək, Azərbaycanın enerji axınını təmin etmək, Ermənistanı oyun kartına çevirmək olmaz. Əksinə, o bütün aktorlarla qarşılıqlı maraq və hörmət əsasında əlaqə saxlamalıdır. Rusiya və Hindistan Benqal körfəzində hərbi dəniz təlimi keçirəcək. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dünən Rusiya-Hindistan hərbi dəniz təliminin açılış mərasimi baş tutub. Ukraynadakı münaqişə bu ilin son aylarında səngiyə bilər. Bu barədə Beynəlxalq Valyuta Fondu dərc olunan proqnozunda bildirib. Risklər hələ də çox yüksək olsa da, əsas ehtimal müharibənin ilin son aylarında zəifləyəcəyidir. Avropa Birliyinə üzv ölkələrin Ukraynada sülh məramlarının yerləşdirilməsi ilə bağlı təklifləri tamamilə yersizdir. Bu açıqlama ilə Macarıstan Xarici İşlər Naziri Peter Siarto çıxış edib. O qeyd edib ki, bu məsələ yalnız münaqişə həll olunandan sonra aktual ola bilər.
Tehran ABŞ prezidenti Donald Trumpın məktubundakı bütün fikri və bəndlərə cavab verdiyini açıqlayıb. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə rəsmi Tehranın cavabında əsas diqqət 4 əsas mövzuya yönəlib. Nüvə proqramı, ballistik raketlər, regional siyasət və təhdidlər. Tehran ABŞ prezidentinin məktubuna onun öz üslubuna uyğun şəkildə cavab verib, deyə məlumatı qeyd olunub. Həmçinin vurğulanıb ki, İran yalnız 2015-ci il nüvə sazişi çərçivəsində və qarşılıqlı hörmət əsasında danışıqlara açıqdır. Eyni zamanda müdafiə və raket proqramları ilə bağlı danışıqları qəti şəkildə rədd edir. Mənbənin məlumatına görə, İran administrasiyası öz milli təhlükəsizliyini və maraqlarını qətiyyətlə qoruyacağını və hər hansı hücuma cavab verməkdə heç bir sərhəd tanımayacağını vurğulayıb. ABŞ dünya sülhü üçün Qrenlandiyanı ələ keçirməlidir. Bu fikirləri ABŞ prezidenti Donald Trump bəyan edib. Biz ABŞ üçün sülhdən danışmırıq. Biz dünya sülhündən, qlobal sülhdən danışırıq. Biz beynəlxalq təhlükəsizlikdən danışırıq, deyə o qeyd edib. Qeyd edək ki, martın 28-də ABŞ-ın vitse-prezidenti Vance və həyat yoldaşı Qrenlandiyaya səfər ediblər. Səfərlə bağlı xüsusi təhlükəsizlik tədbirləri görülüb. Vitse-prezidentin Qrenlandiyadakı ABŞ hərbi bazasını ziyarət etdiyi və orada qaldığı qeyd olunub. Rusiya qoşunları Ukraynaya qarşı yeni hərbi hücuma hazırlıq görür. Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Ukraynaya qarşı təzyiqi artırmaq və atəşkəs müzakirələrində Moskvanın mövqeyini gücləndirməkdir. Bu addım Kreml rəhbərinin müharibə əməliyyatlarını dayandırmaq məsələsini təxirə salaraq yeni ərazilər ələ keçirmək niyyətini daşıyır. Hərbi əməliyyatların ən azı 2025-ci ilin sonunadək davam edəcəyi gözlənilir. Ukrayna ABŞ-dan böyük iqtisadi sazişə dəyişiklik edilməsini istəyib. Bu barədə Bloomberg məlumat yayıb. Xəbərdə deyilir, Ukrayna ABŞ lideri Donald Trumpın təklif etdiyi geniş miqyaslı yeni iqtisadi sazişə dəyişikliklər olunmasına çalışır. Rəsmi Kiyev xüsusilə ABŞ-ın ölkəyə investisiyalarının artırılmasını istəyir. Agentliyin məlumatına görə Kiyev bu sazişin onu ABŞ-dan aldığı hərbi və iqtisadi yardımı tam şəkildə qaytarmağa məcbur etməsinə çalışır.